Dəyərli yoldaşlar, Oktay Eloğlu əsəri ikinci hissə qaldığımız yerdən davam edirik. 4-cü pərdədən başlayırıq. Deyir, qarlı bir qış gecəsi idi. Bir qədər də yaxınlaşdırım. Deyir, qarlı bir qış gecəsi idi. Səhnə soldan ölgün, hissli və çirkin bir meyxananı, sağda isə qaranlıq bir küçəni təsvir edir. Meyxanada Oktay, meyxana yəni şərab içilan yer, səfil solğun bir qiyafədə başını miz üzərinə qoymuş və sanki yatmışdır. Ötədən gələn ara sıra demək, sərxoş gülüşlə içəridə keyfli bir dəstənin olduğunu anladır. Küçədə Sevər və ikinci dilənçi bir qadın oturmuş. Demək, küçədə Sevər, Oktayın bacısı Sevər eyni zamanda onunla bərabər ikinci bir dilənçi bir qadın oturmuşdu. Sevər indi küçədən keçən bir nəfərə deyir: Allah eşqinə, qardaşlar, yazığam, acam, kömək edin. Yolçu maraqlanmadan keçir. Ondan sonra yazıq qardaşıma burada sürgün edirlər. İndi bunu baxın yoldaşlar, digər bir dilənçi qadına danışırdı. Ondan sonra qardaşımı sürgün edirlər. İndi 10 ildir ki, göndərilmişdi. O zaman mən 5-6 yaşında cocuq idim. Gedərkən məni və bir şeyimizi daima tapşırır ki, hər bir şeyimizi daima tapşırır ki, tədricən satıb məni saxlasın. Təbii ki, biz burada Oktayın sürgündə olmağını iki dəfə demək, Sevərin dilindən biz eşitirik. O da 1-2 il məni saxladı, evimizi satdı, hamısını dağıtdı, öldü, getdi. Ondan sonra mən küçədə qaldım. Həmin Firəngiz gəlib məni tapdı. Ərindən gizli həmişə mənə kömək edərdi. Yəni o Danyar bəy Qalaçxanovdan gizli həmişə mənə kömək edərdi. Bəzən yazıq bixtiyar ağlayaraq üzümdən öpüb deyirdi: "Ox Sevər, mən sənin qardaşını sevirdim. Hər ikimiz bədbəxt olduq." Sonra əri onu çıxartdı. Yəni əri Sevər, Danyar bəy Sevəri çıxartdı. Mən də qulluqçu durdum. İndi bir neçə aydır ki, xəstələndim, qovdular. Ad səfi sərgədən küçələrdə dolaşıram. İndi də ara sıra küçələrdə adamlar Oktay Eloğlu yaxşı oynarmış, xayf ki, sürgün etmişdilər deyə danışırlar. Ox, mən yazıq qardaşımdan bəlkə bir xəbər öyrəndim deyə saatlardır arxalarınca yürüyür. Qardaşım barədə belə sözlər danışdıqları üçün onları sevirəm. Fəqət heyhat. Səməd və Xaspolot çıxırlar. Demək, Səməd təbii ki, Xaspolot teatrda işləyən, Səməd isə Oktayın dostudur. Baxın, Sevər deyir: qardaşlar, acam kömək edin. Demək, bu Sevər Oktaydan Xaspolada deyir ki, qardaşlar, acın kömək edin, meyxanaya gedir, yəni heç Sevərə fikir vermirlər. Sanki insanın ürək daşdır, gündüz utanır, bayra çıxmıram, 2 gündür acam. Xaspolad gəlir: siz o vaxt dost idiniz, olsa siz onu təsdiq edə bilərsiniz, fəqət çətin. Bax, burada. Gördünüzmü? 2 gündür sizi axtarır. Səməd: doğrudan mı bu odur? Adı idilər dastan kimi gəlsən, bir zamanlı Azərbaycan səhnəsini titrədən Oktay Eloğlu budurmu? Ola bilməz, mən onu oynadacağam. Xaspolad: yox, Səməd bəy, başqa çarəsi yoxdur. İndi meyxananı bağlayacaqlar, sərxoş çıxacaq. Dediyim kimi təqib edərək, sonra bir araba, oradan bir evə, 2 gün dustaq ayılsın, bəlkə ayıldıqda razı ola bildi. Yəni bunlar əslində Xaspoladla Səməd öz məqsədləri üçün, öz mənfəətləri üçün Oktaya təzədən teatra qaytarmaq istəyirlər ki, Oktaya gəlişini görüb cəmaata bilet satsınlar və orada yaxşı pul qazansınlar. Maddiyyətlərini düşünürlər, yəni Oktayı düşünmürlər. Yəni Oktaya düşün olsaydılar, ən azından onun bacısına bir sahib çıxardılar. Hə, o gün ki, demək, 2 gün dustaq ayılsın, bəlkə ayıqlıqda razı edə bildik. Muxana: o gün ki, çalıb oynayan qaraçlar gəlməmişlərmi? Şərab ver. Muxan deyir: yenə gəlmişlər, söylərim, gəlib burada çalırlar. Xaspolad: 3 gün əvvəl buradan keçirkən onu gördüm, tanıdım. 3 gündür hər gün gəlirəm, getmərəm deyə ki, getmərəm. Nə qədər pul vəd etdim, nə qədər pul tökdüm, olmadı. Mən bir də bu suyun həyatının içinə girmərəm, həqiqət axtarım deyə çıxıb gedir. Səməd: yaxşı, bu 10 il hardaymış? İndi ikinci biz Xaspoladın dilindən onun haqqında olan o sürgün həyatından eşidirik. Xaspoladın eyni zamanda biz biraz əvvəldə Sevərin dilindən də eşitdik. O gündən ki, qubernator təhqir etdiyi sürgün ediblər. Bax, qubernator təhqir etdiyi sürgün etmə ifadə Xaspoladın dilindən eşidirik biz. Xaspolad deyir ki, o gündən ki, qubernator təhqir etdiyi sürgün ediblər. Bu gedir Türkistana, hökumət əleyhinə çalışdığı üçün tutub Sibirə, demək, göndərirlər. 4-5 ildən sonra çıxır, yenidən həbs edirlər, yenə buraxırlar. Ötəri bəri. İnqilabdan sonra azadlıq alır, hətta böyük bir vəzifə təklif edirlər. Mən bəşərdə ayıq baxa bilmirəm, mən səfirlər yurdunun padşahıyam deyə getmir. Özü kimi Krımlı bir yoldaşı var, ondan öyrən. Demək, Xaspolad da bu ifadədə kimin öyrən yoldaşlar? Özü kimi Krımlı bir yoldaş var. Həmin yoldaş buna Oktay haqqında olan fikirlər danışıb ki, Oktay sürgündə oldu, Türkistana getdi, hökumət əleyhində danışdı, sonra tutub Sibirə göndərdilər, sonra ona bir vəzifə təklif etdi və s. Yəni, bütün bunların hər birisini Xaspolad demək, Krımlı bir yoldaşdan eşidir.
Səməd deyir, getmə canım, hər kəs böyümək istər, amma bu yaxşı nə vaxt gəlib? Xaspolot deyir, 3-4 gündür. Onun da yetənə 70, yetməyənə bir daş atmış. Nəysə yazıq çox bəlalar çəkmişdir. Səməd, burada hansı evdə olur? Onun bir bacısı da var idi, Səməd deyir. Xaspolot, bacısını bilmirəm, özünü öyrənmişəm. Burada çıxdı, təqib etdim. Yol üzərindəki yanmış xarabalıq nədir? Orada getdim. Bir qədər oturdu, düşündü, axırda bir kərpiz tapıb başının altına qoydu, yatdı. Yəni küçələrdə yatır, səfil bir həyat yaşayır. Səməd, bu soyuq, bu qar, bu qiyamətdə, Xaspolot, bəli, bu soyuqda yalvardım getmədi, fəqət onu əldən buraxmaram. Bu saat onun hər tükü bir qızıldır. Baxın yoldaşlar, bax bu ifadə artıq Səmədlə Xaspolotun tam iç yüzünü açır. Bu saat onun hər tükü bir qızıldır. Siz o zaman ona dost deyirdiniz, Xaspolot Səmədə deyir. Fəqət mən əvvələ aktyor, sonra antreprenyor, indi isə teatr müdürü idim. Demək, əvvəl dedim Xaspolot aktyor olub, sonra antreprenyor olub, indi isə teatr müdürüdür Xaspolot. Xalqla daim təmasda. Bilirəm, onun adı bir sənət simvol kimi olmuşdur. Görənlər görmüş, görməyənlər eşitmiş, danışmış. Bu 10 ildə adı dildən gəzmiş, nəhayət o qədər böyümüş ki, bu artıq bir məsəl, bir hekayə, bir ideal olmuşdur. Səməd, mən o vaxt çox fikir verməzdim, Xaspolot. Ondan sonra ikinci Oqtay yetişməmiş. Səhnəmiz varlığı o zavallıya borda. İndi ki, baş rejissorumuz Şəkinski, baxın Şəkinski artıq baş rejissor olub, buna biz Xaspolotun dilini eşitirik ki, artıq Şəkinski, demək ki, da baş rejissor olub, Xaspolot da özü artıq teatr müdürü olub. Oqtay bəyənmirdi. Bilmirsiniz, bu yazı onun üçün nə qədər əmək sərf etmişdi. Gətirmiş, öyrətmiş, onda bir qüvvət var idi ki, gələn artıq qaça bilmədi. Hələ xalq üçün o teatrımızın indiki parlaq halını, salonlarını, onun rənglərini çiçəklərlə bəzəyən Azərbaycan xanımlarını, teatrlarımızın tərəqqisini görəcək olarsa, axı o bu teatrın anasıdır. Demək, burada təbii ki, Xaspolot Oqtayı teatrın anası adlandırır. Bax, buna da diqqətli olmalıyıq. Səməd, görürsə, indi də əvvəl kimi oynaya bilərmi? Xaspolot, bilər, ancaq ayıq saxlaya bilsə. Oynamasa da bir elan verildi mi, xalq adı dillərdə dastan kimi gəzər, bu adam gərək görmək üçün qapıları qıracaqdır. Həm də düşünmüşəm, ilk oyunu Şillerin Qaçaqlar əsərini qoydum. İlk oyun nə olacaq? Şillerin Qaçaqlar. Biz əsərin əvvəlində isə biz Cava piyesini oynadıqlarını görürük. Həm biraz da beynəlmilər. Bütün əcnəbi teatrlarında nümayəndələr çağıracam gəlsinlər. Görsünlər Azərbaycanlılar Şilleri necə oynayırlar. Biletlərin qiyməti yüksəldəcəm. Heç olmasa bir gecə. Səməd, yox, razı edirəm. Amma kim bilir, o qədər nəhsdir ki, yazığı bədbəxt etdilər. Axtarsan özü də, Səməd, mən bu işin içində idim. İndi Səməd o barədə danışır. Mən bu işin içində idim. Özü həmişə mənə deyərdi. Qəribədir. Deyir, o qız ilk əvvəl xalqdan ayrılıb mənə çiçək edirdi. Mənə elə gəlirdi ki, xalqımız artıq oyanmış və frəngiz. Bütün bir xalq idi ki, gəlib məni təqdir etdi. Əvvəllər deyir, onu belə ictimai bir hiss ilə sevirkən, getdikcə bu xüsusi bir eşqə çevrildi. Xaspolot. O zaman açıq gəzən 1-2 nəfər idi. İndi isə yüzlərlə. Yəni o zaman çarşabda idi. İndi isə yüzlərlə qadınlarımız açıq, demək, çarşabsız gəzir. Səməd, bilirsinizmi? Qız da onu sevirdi. O da qəribədir. Deyir ki, ilk əvvəl bunu gördüm, sevindim. Sabah da bizim teatrımız, aktörümüz var deyə. Məktəbdə kimsə rahatlıq vermədim. İndi bunu təbii ki, frəngizin dilindən deyir bu ifadə. O sanki mənim bütün iftixarım üçün bir istincaq idi. Yəni frəngiz Səməd edib, Səməd bunu danışır. Onu başqasına verdilər. Yox, üzr istəyirəm. Məktəbə kimsə rahatlıq vermədim. O da sanki mənim bütün bu iftixarım üçün bir imkan idi. Onu başqasına verdilər. O da bu yazın son örpəyinədək, düzdür, onu başqasına, yəni qızı başqasına verdilər. O da bu yazın son örpəyinədək qumarda uduzub. Təbii ki, o Daniyar bəydən gedir. Daniyar bəy frəngin son örpəyinə qədər, baş örpəyinə qədər qumarda uduzub. Axırda çıxartdı. Başqa zəngin bir qadın aldı. Oyundacaq bir qadındır. O ki, mən deyir ki, Səməd bəy, mən onu sevirdim. Ondan sonra onun xatirəsilə ağlamadığım, şən və sevinç bir ziyafət, bir əyləncə xatırlamıram. O da zavallı ömrünü böyük faciə keçirmiş, indi Oqtayın burada olduğunu bilərsə, yəni o da bizə kömək edər hər halda. Qaraslar çıxır, çal oxuyur, oynayırlar. Oqtay, başdan qaldırar. Ey, onlar nə çalırlar? Muxam, bax, nə çalırlar? Adətən çalırlar. Oqtay, səsini kəs. Deyilən səfirlər padişah əmr edir ki, bundan sonra süni şeylə çalmasınlar. Bir həqiqət varsa çalsınlar, yoxsa sussunlar. Eşidirsənmi? Muxam, nə həqiqət var? Oqtay, elə bir şey ki, olduğu kimi görülsün, göründüyü kimi görülməsin. Muxam, necə görülməsin? Oqtay, buraya gəl, bu divar nədəndir? Muxam, daşdan. Oqtay, bəs bu nədir? Bu nə üçündür? Muxam, bax o da kağızdır, o söz gəlişi bir bəzəkdir. Oqtay, axı bu ki altın deyil, doğrucu altın deyil. Muxam, o süni bir bəzəkdir, kağızsız divar olurmu? Oqtay, süni, hər şey süni. Sanki bu süni bəzək olmasa işlər keçməz. Axı nə üçün bu süni bəzəklər?
Zavallı bəşəriyyət, niyə sizin həqiqəti gizlədirsiniz? Cırın onu, bax belə. Qoyun bu türkün qara daşlar olduğu kimi bütün dəhşət görünsünlər. Daşdır, qoy daş olsun. Niyə sizin gizlədirsiniz? O türkün də olsa, həqiqət olduğu üçün gözəldir. Muxam. Sarsaq adam, ne edirsən? Divarları niyə üçün dağıdırsan? Oqtay, aha, indi anlamışsan. Söylə, bir də çalmasınlar. Xasbola. Ey, bura gəl. Əllə çağırır. Biraz keçinci söyləyin ki, yəni Muxana deyir ki, biraz keçin söyləyərsən ki, dükanı bağlayarım, çıxarın getsin. Qarası qız, təbii ki, qarası qızın dilindən buradan lirik ifadə var. Oqtay, qalxıb üzümlər. Yalan deyirsən, aldanan yalnız mən deyiləm. Bütün bəşəriyyət aldanır. Yəni qarasının ifadəsinə qarşı demək bu ifadə işlədir. Həm də bilərək aldanır. Bu aldanışlarla da yaşayır. Muxam, önünü keçirək. Canım, sənə demir ki, sən nə üçün hiddətlənirsən? Oqtay, səsini kəs. Özün də aldanırsan. Yalan deyir. Özün öz yalanlarına inanırsan. Muxam, bax kimə yalan dedim? Oqtay, yaxşı, sən olduğundan başqa heç bir şey olmayacaqsan. Gözəlsən, gözəlsən, çirkinsən, çirkin. Əqillisən, əqilli, dəlisən, yenə osan. Fəqət bu gümüşlər, bu zəncir nədir, nə? Bax bunların sən xalqı aldadırsan. Çünki bunların arxasında özün görünmürsən. Muxam, bəh bu bir adətdir. Oqtay, yox, bu yaşa üçün bir prinsipdir. Hətta təbiət bu aldanışlardan, bu yalanlardan çəkinmir. Qarası qız göstərir. Bax onu görürsənmi? Qara qaşlar, qara gözlər, al dodaqlar, qızarmış yanaqlar. Görmürsünüz nə qədər gözəl görünür. Fəqət o gördüyünüz kimi deyildir. Təbiət qurnaz baqqallar kimi bizi aldadır. Sən onu olduğun kimi həqiqət görmək istəyirmirsən, gedək məzarlığa. İstədiyin bir gözəli sənə göstərim. Bilirsən nədir? Bir yığın ət, bir yığın sümük. Hətta o da deyir, bir ovuc su, bir yığın duz, torpaq, kül. Nəhayət göz görünməz müxtəlif qazlar, bəlkə heç bir şey anladın mı? Muxam. Yaxşı əzizim, artıq bağlayıram. Vaxt gecirir. Oqtay. Yaxşı, mən gedirəm. Muxam, bəs pul? Oqtay, nə pul? Muxam, necə yəni nə pul? Sadəcə pul. Oqtay, mənim pulum yox. Həyatında heç bir vaxt nisiyə, hamballıq fikrinə düşməmiş elə yüklər daşımamışsan. Muxam, nə sərsəmlərsən? Pulsuz nə haqla yəni şərab içirsən? Oqtay, cəhənnəm ol, sənə deyirəm. Mənə hüquq dərsi verəcək. Mən səfirlər padişahıyam. Mənim özümün qanunlarım vardır. Ala bilmədiyin sənin deyil, ala bildiyin mənimdir. Ala bildiyim mənimdir. Muxam. Bəs pul, Oqtay, pulu sən məndən ala bilməyəcəksən. Onlar sənin yaşayış ümidin olsaydı, ya ölər ya da alardın. Fəqət indi ölmək istəməzsən. Çünki onlarsız yaşaya bilərsən. Demək o artıqdır. Artıqdır, gərək deyildir. Gərək deyil, sənin deyildir. Haqqın yoxdur. Fəqət mən bu çörək götürməzsəm, alıcına qoy, bu gecə ölərəm. Ona görə də götürmə haqqım vardır. Almaq istəsən, ya ölər ya da vermərəm. Muxam. Hər kəs bazarda edərsə, mən də səni bu döşəmə üzərinə sərib qolqusunu əzərəm. Oqtay, aha, onu da bilərsən. O sənin haqqındır. Qolquçum demək sənindir. Fəqət mən ondan əvvəl bu boş şüşəni götürüb sənin başına çırpa bilərsən. Şüşəni alıb Muxanın başına atır. Bu da mənim haqqımdır. Səməd, Oqtay, Muxan başını əyirkən yıxılır və qalxır. Muxan, şeytan oğlu şeytan. Xaspod onu saxlar. Səməd deyir, Oqtay, sən nəsən? Səməd, Oqtay, sən nə vaxt gəldin? Mən tanıyırmırsan? Oqtay, mənim başım durovun qəfəsi deyil ki, hər yolun ötəni əl-ayağına saxlasın, gəldirsin. Səməd, yaxşı bax, məni tanıyırsanmı? Oqtay, ya sənin doğrudan da varsan, tanımaq üçün varlığını mənə göstər. Mən sənin varlığına da şübhə edirəm. Səməd, necə mən yoxam? Xaspolada, yazı keflidir, dediyini bilmir. Oqtay, subut göstər, subut. Səməd, nə subut, məni görmürsən? Oqtay, görünən hər şey var demək deyildir. Yox, mən bir daha gözlərimə inanmıram. Çox zaman onlar aldadırlar. Bəlkə sən bir kölgəsən, bəlkə güzgüdəki şəkillərdən birisən. Sənin həqiqət olduğun bir subut varmı? Xaspola, səsinin sözləri eşidirmisən? Heç güzgü kölgəsi də söyləyərimi? Oqtay, mən həqiqət sandığım çox səslərin, çox sözlərin sonunda bir yalan, bir əyləncə olduğunu görmüşəm. Baxın, gör, xəyal da yaşayır da. Oqtay deyir ki, mən həqiqət sandığım çox səslərin, çox sözlərin sonunda bir xəyal olduğunu, bir əyləncə olduğunu görmüşəm. Aha, yəqin sən qramofonsan, yəni musiqi alətsən. Səməd, bununla heç danışmaq olmayır ki. Oqtay, mən Səməd bəyəm, 10 il bundan əvvəl. Tanıdın mı? Oqtay, aha, bir zaman sənin paltarlarını tanıyırdım. Özünü tanımıram. Artıq paltarla da kimsəni tanımaq istəmirəm. Xaspolat deyir. Oqtay, bu sənin əziz dostundur, Səməd bəy. Oqtay, əziz dostum, tanımıram. İstəyirsən soyun, sənin paltarısı baxım. Artıq mən hər bir şeyə çılpaq görmək istəyirəm. Xaspolat, Oqtay, bir neçə sənin dostluq, qardaşlıq etmişik. Sənin bu halını acıyırıq, arxanca gəzirik. Oqtay, dostluq, qardaşlıq, sanki bu sözü 2 dəfə eşidirmiş kimi düşünürüm. Soyunun, istəməzsəniz, mən sizi soyunduraram. Dostlar, qardaşlar, hani mənim bacım? Bax, deyirsiniz dosturam, hə? Hani mənim bacım? Hər iki sözlər özlərini itirib mızıldanırlar. Dostlar, sizi arxanız gəzdirən mən deyiləm, puldur, pul.
Artıq demək Oqtay burada demək kefli də olsa, içkili də olsa hər şey anlar başa düşür. Xasbular, Oqtay, bunları burax. Sən özün yaratdığın bir yerinə qaçırsan. Bugün səhnə hər cəhətdə səni təmin edə bilər. Oqtay, mən qaçmıram. Mən düşünür, öyrənirəm. Nə düşünürsən? Oqtay, düşünürəm ki, dəyişən sizin başınızda yox, papağınız. Xasbular, Oqtay, bircə gün də olsa. Oqtay, istəmirəm. Hər bir şey həqiqət olan bir yer varsa, haydi gedək, yoxsa itilim. Mən artıq süni bir həyata soxulmaram. Həqiqət axtaram, həm də yalan yox, əbədi bir həqiqət. Səməd, Oqtay, sən nə üçün bilərək özünü məhv edirsən? İndi haraya gedəcəksən? Oqtay, orada həqiqətə oxşayan bir şey var ki, hər şey biraz olduğu kimi görünür oraya. Xasbolad, Oqtay, səhnəmiz doğma bir ana kimi qollarını açıb səni gözləyir. Oqtay, unutmayın ki, mən Oqtayam, getmərəm dedim, getmərəm. Çıxırkən Muxan saxlamaq istəyir, demək, Xasbolad, dur toxunma, sal. Muğan sotkaya salır, al pulunu ver. Yəni ki, Oqtayın içdiyi şərabın pulunu təbii ki, burada Xasbolad ödür. Oqtay, çıxaraq, labələ oxuyur. Qarlı dağlar aşaram, yorulmadan qoşaram. Bir ümid, bir işıq yox, bilməm nə üçün yaşarım demək. Oqtayın dilindən də burada həm Qaraçın, həm də Oqtayın dilindən lirik demək parçalara yer verilib. Səməd, təqib edək, deyilmi? Xasbolad, mən edəcəyəm, çarəsi yox. Onu əldən buraxmaram. Hər tükü bir qızıl, təbii ki, bunu demək burada Xasbolad deyir. Canım, özünü tələf edir, sevər, çıxaraq. Ay qardaş, acam, xəstəyəm, kimsəsən, mənə kömək edin. Sevər öz qardaşını tanımayaraq Oqtaydan yemək istər. Oqtay deyir, aha, çox gözəl, indi sənin doğrudan ac olduğunu biz nədən bilək? Sevər, vallah qardaş acam, özüm də xəstəyəm. Oqtay, yalan deyirsən, sən istəyərsən ki, pulları alasan, aparıb yığıb gizlədəsən. Sevər, mənə gülməyin, bu qarın qiyamətin altında ehtiyatsız bir insan oturarmı? Ox, mən bədbəxtəm, məni danışdırma, heç bir şey istəmirəm, ancaq mənə gülmə. Oqtay, yaxşı, o zaman nə üçün yaşarsan? Madem yaşamırsan, uzan öl. Həyatdan artıq nə gözləyirsən? İndi görürəm, hələ bir qədər gəncsən, fəqət dilənçisən. Bütün məhsunluğunu, bütün solğunluğu ilə ilahi bir həyat təşkil edən bu gözəlliyə kimsə baxmaz. Yəni, indi gəncsən, gözəlsən, cavansan, sənə baxırlar. Bir qədər qocalandan sonra sənə heç kim baxmayacaq. Pulun yox, kim səni almayacaqdır. Sabah getdikcə qocalacaqsan, üzün gözün qırışacaq, daha fəna bir hala düşəcəksən. O zaman niyə yaşarsan? Zavallı bəşər bilir ki, tali bu dəyişməyəcəkdir. Möhkəm bir ümid onu sürüşləyib aparır, hara özü də bilmir. Yaxşı, demək sən açsan. Sevər, fəqət soyuq məni kəsmiş, dilim tutmur, danışdırmayın. Oqtay, bax mənim çörəyim var, sənə verərdim, ancaq nədən bilək ki, bu sözə doğrudur. Bu iniltilər yalan deyildir, çünki Oqtayı bir xanımın aldatması bu qədər bunun həyatına təsir edir. Ürəyində onu aldatdım deyə gülməyəcəksən, Sevər ağlar, yox ağlama, bilirsən nə var, dur, mən gedib bir bıçaq tapım, yoxsa bu şöyle sənin qarnını cırıb baxım, doğrudan açsansa onda bax, bu çörə sənə verəcəyim. Sevər, ox, özüm bazarmıram, öldürün məni, bu əzabdan qurtarıb, ağlar. Oqtay, yaxşı, al zavallı, bu çörək sənin haqqındır. Bunu mən sənin üçün götürdüm. Buradan keçərkən səni görmüşdüm. Evim olsaydı səni aparardım, fəqət yoxdur. Oqtay, Eloğlu xarabalar bayquşdur. Bax, yoldaşlar, Oqtay həqiqətən də demək, bu tanımadığı bir insanı, yəni öz bacısına düşünərək içəridən çörək götürmüşdü və sonda ona verir. Sevər, aman, nə deyirsiniz, siz kimsiniz? Oqtay, mən bir şölkə. Sevər, sən Allah, sən kimsən? Oqtay, hansı Allah? Çünki Allahlıq məsələsi hələ aramızda ixtilafdır. O deyir, mən səni yaratmışam, mən deyirəm, yox, mən səni yaratmışam. Sevər, axı siz Oqtay Eloğlu adını haradan bilirsiniz? Oqtay, bu ad bir zaman mənim adım idi, indi isə mən yoxam. Sevər, ox qardaşım, mən sənin bacınam, sevərəm. Oqtay, sevər, ox zavallı bacım, sənsən, saadətən Tanrım qədər sevdim bu xalq, bizə səni də yaşatmadı, Xasbolad. Amma nə böyük faciəyə təsadüf etdi. Sevər, ox qardaşım, yazıq bacım. O da deyir, zavallı. Zavallı həyatın varlığını unutturduğu qiyamətlərin arasında 3 şey düşünmüşdüm. Bax, həyatda da 3 şey düşünmüşdüm. Bu zavallı xalqı, səni, ox bir də o bivəfanı ki sevirdim. Yəni, xalqımı düşünürdüm, səni düşünürdüm, bir də firəngizi düşünürdüm. Fəqət səni də mən bədbəxt etdim. Mən varlı adlı bir adam olsaydım, hər gün yüzlərlə elçilər gəlirlər, səni almaq istəyirlər. Fəqət bu hallə səni kim alacaqdır? Sən indi bir dilənçisən. Gözəl də olsan, almazlar. Bəli, sən dilənçisən, qalx yavrum, sən də mənim kimi bir səfilsən, bərabər gedək. Səməd yaxınlaşır, Oqtay, itil, toxunmən bizə dostlar. Nə istəyərsiniz bizdən, nə? Xasbolad, Oqtay, bəli, öyrəndim. Oqtay, Xasbolad deyir, Oqtay, bu müstərib yavrunun xatircəsində olsa, yəni bacının xatirinə, yəni sevərin xatirinə and verir ki,
Bir də olsa oynaram. Oqtay, müstərib yavru, ona yer verin. Sabah axşam oynayarım. Xasbolat. Mən indidən görürəm ki, xalq sabah səni bağrına basacaq. Çəkilər altında oxuyacaqlar. Mən sənin üçün hər şey toparam. Sabah elan verirəm. Oqtay deyir ki, yaxşı, pərdə qalxır. Təbii ki, burada 5-ci pərdə. Gəldik 5-ci pərdəyə yoldaşlar, səhnə, hə. Deyir Şəkinski, məni bircə şey kəsir ki, necə bu cəmaatın ağlı yoxdur. Şəkinski artıq belə deyək də, rejissordur. Bu qapıları qırıb bileti bir-birinin əlindən qapan cəmaatın Oqtay olsa ya biri tanıyır, ya ikisi. Qalanı heç görməmişdir. Necə oynadığını bilmir. Bəlkə deginən heç oynamır Xasbolat. Gündüz görmürdünmü nə gözəl oynayırdı Şəkinski. Mən görmüşəm də, cəmaat görməyim Xasbolat. Hər halda adını eşitmişlər. Çoxsun da xidmətləri üçün onu sevirlər. Şəkinski həm də o başqa bir tərcümə ilə oynar. Bizim kitabla öyrənməsi get çəkər. Aktyorlara maaş gərəkdir. Mazandaranski, yürüyərik, Xasbolat əfəndi. Oqtay ilə bir qrim eləmiş ki, nə deyim? Şəkinski, durun hələ bu gecə ayıqdır. Yəni bu gecə ayıqdır, belə edib. Sabah içəndən sonra görəcəksiniz sizin başına nə oynasınız. Mazandaranski, yox, sizin canınız üçün mən qapının deşiyindən baxırdım. Daha səhərki adam deyil. Sanki 12 yaşı varmış quş kimi. Amma bilmirsiniz, geyindi, güzgə baxdı, düşündü, birdən əllər üzünü örtüb divan üzərə düşdü, qaldı. Xasbolat, biz onu içkidən ayıra bilsək, o bizim səhnəmizin ulduzu olacaqdır. Mazandaranski, onda Şəkinski bir fındıq. Bunu demək Mazandaranski deyir ki, əgər demək Xasbolat deyir ki, əgər biz onu içkidən ayırsaq, Mazandaranski cavab verir ki, onda Şəkinski bir fındıq. Şəkinski, Mazandaranski, haydi səhnədən, 1000 yol demişəm, səhnə ayıq basmayın. Mazandaranski, daha acığı ne üçün gəlir? İndi nə rejissoru əlinə alan var, nə də primerliyini. Şəkinski, adam da kəsən orasıdır, hər gəldi gedəri səhnəyə çıxardırlar. Mazandaranski, Şəkinski, sən rejissorsan, amma bağışla. Artıq biz Mazandaranskinin dilini eşidirik ki, bax yenə də bir daha Şəkinski rejissordur. Öz vicdanına söylə, o yazıq nə qədər sənin üçün əmək sərf etmişdir. Səni də məni də o adam etmiş və araya çıxarmış. Şəkinski, görürəm, nə cür olmuşsan, Mazandaranski. Əlbəttə, mən heç də özümü səndən əski adam hesab etmirəm, Mazandaranski dilində ifadə edirəm. Sən nəsən məgər? Onun yanında heç nə deyilsən. Şəkinski, rədd ol deyirəm sənə, bu saat səhnədən. Baxın deyirəmsə, bundan sonra hər yetən gəlib yenə bir ağa olacaqsa, mən əlim ağdan qaraya vurmaram. Xasbolat, yaxşı, nə oldu? İndi sən nə dedilər? Gəl görüş Oqtay nə edir? Mazandaranski, qorxma, sənin kimi rejissoru üçün ölmür, ona buna yaltaqlanmaqla. Ona yalvarsalar da boyuna götürməz. Ana nəcib deyildir, o nanəcib deyildir, bilirəm. Gedirlər, Tamara girir. Şəkinski, bəs sən gəlməyəcəksən, axı deyirlər, Tamara xəstələnib, gəlib oynaya bilməyəcək. İndi Şəkinski deyir ki, Tamara, bəs sən gəlməyəcəksən, niyə gəldin ki? Yəni, həm də Daniyar bəy bunlara pul verib ki, bu gecə Oqtaya burada biabır edin. Tamara, gəlməyəcəkdim, amma fərqi yox. Deyəcəm ki, xəstəyim, ancaq sonra. Şəkinski, mən dedim ki, hər şeyin cavabını mən verəcəyəm. Deyərdin, xəstə idim, vəssalam. Tamara, onsuz da deyəcəyəm, çıxmıram, öldürməyəcəklər ki məni. Şəkinski, ondan başqa təzə bir şey də var. Bugün bir nəfər, Daniyar bəy mənə 500 manat pul verib ki, Oqtayın çıxışına yol verməyəm. Öyrəndim, dedilər, bilmirəm, keçmiş arvadı ilə nəysə bir işləri varmış. Bu bizim ailə maaşımız. Onun xalqın gözündə bu gecə elə öldürüm ki, Tamara, 500 manat. Şəkinski, deyirəm, zəngin bir qadın almış, milyonlarla pulu var. Onlar üçün nədir ki? Sən get uzan ki, xəstəyəm, amma çıxmaysan. Bugün Oqtay belə bir zərbəni alsa, bax Şəkinski var, demək, xainlik eləyir burada. Deyir ki, Oqtay belə bir zərbəni alsa, onu yatırırlarsa, sabah bir daha oynamaz. Olmasa, sabah mən xəstələnirəm. Sabah gecə də biabır olarsa, demək, qiyamətdə də getdim. Yəni, bugün sən xəstə olsan, nə çıxma, lazım ki, sabah da mən xəstələnirəm və demək, Oqtay biabır olar. Tamara, yaxşı, mən gedib uzanıram. Yoxsa lap acıq deyərəm, dəlinin biriyinə oynamıram. Dursun Oqtay, gəl, Oqtay. Doğrudan acıqdan qadınlığını sənətkar bir qız yetişdirə bilmir. Hələ çox çalışmalıdır. Tamara, yenə əski mahnıları başlamışsın. Sanki bu xalq səhnədə adam deyildir. Oqtay, Tamara, sən daim yersiz hiddətlənirsən. Fəqət anla ki, bir güclü qızı Tatyananı ya və mən ona üçün oynaya bilərəm. Fəqət bu Rus xalqının bütün ruhunu, bütün cəhşlərini əks etdirə bilən bir ana üçün bir Tatyana ola bilməz. Daha zərif bir Rus aktrisası bir Tatyana daha bir az zəhmətlə daha gözəl oynaya bilər. Çünki ruhu həmin mühit ilə mərtubudur. Həyatda ölələrini çox görmüş və özü isə bir Tatyanadır. Tamara, bu qədər Avropa aktyorları oynayırlar. Oqtay, Avropa gündoğuşu anlamır.
onu heç bir vaxt doğru təsəvvür etməmişdim. Bir Azərbaycanlı qızı yaratmaq üçün xalqın bütün ruhunu, hissiyatını, tarixini, adət və ənənələrini, görünməz incəliklərini qədərə bilməli, onun dərinliklərindən, onun mühitindən çıxmalı, bəlkə də bir Azərbaycan olmalıdır. Sənətkarlar hamısı bir ailədir. Fəqət Tamara, bu 10-15 ildə bacardıq, yaratdıq, yenə Oktay gəldi, biz bacarmadıq. Gəlsin bir Azərbaycanlı aktrisa oynasın. Pajalısda, mən hər sərxoş səfildən söz çəkmək istəmirəm. Çox deyirsən, heç oynamıram da. Oktay, Tamara, mən sərxoş da olsam, sözlərimi anlayıram. Tamara, pajalısda, indi ki elədir, mən heç oynamıram. Oktay, Eytəz təkamülün babasıdır. Xalq görər ki, səhnəsində qadın yox, özü arasını tapar, verər. Xaspolat, nə var? Nə olmuş Tamara? Niçin geyinmirsiniz? Tamara, mən oynamayacağam. Xaspolat, necə oynamayacağam? Burası başlı başına deyil ki, cəmaatı salonda olmuş. Tamara, biz yaramırıq, oynamırıq, vəssalam. Bu saat çıxıb gedəcəyəm, özüm də xəstəyəm. Xaspolat, yaxşı, bunları sonra da danışarıq. Hələ bu gecə geyinim. Tamara, mən qəti deyirəm, oynamayacağım. Mən öz mənliyimi hər yoldan ötən bir səfil üçün tapdalayan deyiləm. Bax, bu Tamaranın fikridir ki, mən öz mənliyimi hər yoldan ötən üçün tapdalayan deyiləm. Xaspolat, nəhayət mən müdirəm, əmr edirəm. Xaspolat demək, teatr müdiri olub Xaspolat, Şəkinski olub baş rejissor. İndi Xaspolat deyir ki, mən müdirəm, əmr edirəm ki, oynamalısın. Belə bir qəti gizlidir. Yoxsa mən sabahdan başqa aktrisaları taparam. Tamara, istədiyini edin, pajalısla, tapsanız götürün. Boğazınızı ipdə salsanız oynamaram. Şəkinski, elə də heç bir aktör işləməz. Gəlib onu tutanda ki, sən oynamaz da, heç kəsi razı olmaz ki, hər səfər hər yerdən qalxanla, yəni səhnəni bölüksün. Oktay, Şəkinski, bəli Oktay bir səfildir, tapdalanmalıdır. O dursun, Allah eşqinə, bir şişə şərab. Bu zavallı bəşəriyyətdə, bu darürəşli günüz insancıqlara, bu insan görkəminin əqrəb ürəkli həşarata ayıq baxa bilmirəm. Gedirlər. Xaspolat gəlir. Dursun. Yox, onu sakitdir. Tamara. Görürsünüz ki, o bir zavallıdır. Keçirdiyi Tamara. Görürsünüz o bir zavallıdır. Keçirdiyi faciələri siz bilsəniz, ürək sınıqdır. Yaxşı, sən nə demişsə, mən qəbul edirəm. Tamara. Doğrusu mən oynamayacağam. Özünüz bilin. Şəkinski. Haqqı da var. Kimsə ona bir söz deyə bilməz. Xaspolat. Axı sən də bir düşün. Neçə gündür bayram, teatr bağlı, boğazımızdan çörək getmirdi. Biletlər bir öz qiyməti, hər yerdə 3 adam oturub. Yəni o qədər çoxdur ki, hər yerdə 3 adam oturub. Bayaq müxtəsər hesabatladım, teatrın bir aylıq xərci durur. Yəni artıq bir yığıncağa belə işte bir teatra, tamaşaya teatrın bir aylıq xərci durur. Bu qədər cəmaatı qaytarmaq. Axı bunu getdim, tapdım, yalvardım, söz verdi, qaçmırda. Tamara, axı belə iş olmaz, yalvarıram sizə. Tamara, öldürsələr də oynamayacağım. Şəkinski, mənə nə var, özünüz bilərsin. O öz şərəfindən keçirsə, sanki mənim sözümlədir. Tamara, daha bəsdir, mən çəkdim. Xurşud dünən səhnəyə çıxmış, sizinlə tanışdır. Səlman ona verərsiniz. Tamaradan yaxşıdır. O biri gəlir ki, Azərbaycan qızı belə gəldi, cəhənnəmə olsun hamısı. Xaspolat, Tamara, bu gecə ölmüşəm, məni yerdən götürün. And verəm sizin oğlunuz canına. Tamara oynamaram, deyirəm ki, vəssalam. Xaspolat, ay Allah, indi nə edəcək? Şəkinski, elan ver ki, bu gecə oyun olmayacaq. Bu qədər. Xaspolat, bura dövlət teatrı, oyuncaq deyil. Tutduraram ona, aktyorların bir aylıq donluğa. Şəkinski, siz Allah bu işi bircə yəni dövlət teatrıdır. Tamara məcbur etmə çalışanlardan biri məhz Xaspolat. Çünki Xaspolat artıq orada teatrın müdürü idi. Dursun. Xurşud İmanov evdə idi. Biraz xəstə də olsa. Xaspolat, aha, bu saat dursun. Bir 1000 arabaya get gətir. Yaxşı adıma saldım. Şəkinski, heç bir şeydən xəbərsiz necə oynayacaqlar? Həm də xəstə. Xaspolat, 100 yıl oynamış bu cür bir cür keçər. Tez dursun gedir. Şəkinski, görərik. Pərdə ilə işıqlar sönür, salon Firəngiz, Nərgiz lojaya gəlir. Demək, Firəngiz və Nərgiz. Artıq biz burada demək, Firəngizin əvvəlki yoldaşının adı demək, biz gördük ki, Rus yoldaş olduğu halda indisi yoldaşının adı Nərgizdir. Elxanlı gəlir, vaxtdır, əl çalın, işıqlar sönür, başla. Firəngiz, of Nərgiz, xatırlayıram ki, tam 13 il bundan əvvəl həmin bu yerdə onu ilk əvvəl və indisi oynayacaq rolu görmüşəm. O zaman iki cocuq körür. Nərgiz, ay qız, yavaş, xəlq eşitdim, Firəngiz. Aman Allah, bilmirəm onu görəndə nə olacağım. Ürəyim döyünür, ilk görüşdə özümü saxlaya bilərsən. Nərgiz, ağıllı ol, birdən bağırıb elərsən, biabır olaraq. Firəngiz, Nərgiz, bədbəxt həyatıma qaranlıqlar içərisində illər uzun eşqini bəsləyəm. Gecələr bir məbud kimi xəyalını quzduğum bir adam var. Xatirat, Nərgiz, anla ki, mən onu sevirdim. Ayrılıq eşqin süd anasıdır. Sən bilsən o yazıq nə bəlalar çəkmiş.
öz bacısı mənə söyləyərkən ürəyim parçalanır. Yəni artıq Nərgizə sevər, yəni ki, Oktayın bacısı sevər söylər. Bunların hamısına bais mənəm, mən. Yox, mən deyiləm, onlar. O canavar, həm də atam, qardaşım. O canavar deyən təbii ki, burada Daniyar bəy nəzərdə tutur. Daniyar bəy, atam və qardaşım. O da şüurətli insan tacirləri. Nərgiz. Yavaş qız indi Aslan bəy gəlib işdə. Fəqət heç dilindən düşmən bir adam nə cür olub da gedib görməmişsən. Firəngiz. Nə üzlə gedəcəm? Hələlik gözünə görünmək, əhval pozmaq istəmirəm. Özdəmir. Vaxtdır başlayın. Əl salınıb Xaspolad pərdə qarşısına çıxır. Xaspolad. Cənablar, demək, Xaspolad deyir ki, teatr müdürüdür. Cənablar, bugün böyük bir sevinclə ilk çıxışını görməyə gəldiniz və bu qədər səbirsizliklə gözlədiyiniz Oktayloğlu dəfələrlə gördüyünüz adi qastrollardan deyildir. O səhnəmizi tanrısı qədər sevən, eyni vaxtda səhnə tanrısı olan, səhnə doğma bir ana kimi baxan, eyni vaxtda Azərbaycan səhnəsinin doğma anası olan, ikincisiz, yəni təkrarsız böyük bir sənətkar, sarsılmaz fədakar bir sənət mübarizədir. Bir çox səbəblərdən 10 illik uzun bir müddətdə səhnədən ayrılmaq məcburiyyətində qalmışsa da, bugün yenidən səhnəyə qayıdır. Elxanlı, Özdəmir və başqa əlçalılar görmək istəyirik, səhnəyə çıxsın, yaşasın Eloğlu. Xaspolad çəkilir, pərdə qalxır. Oktay bürüyərək və gəlin mirmiş kimi dartar səhnə gətirirlər. Qızlar, oğlanlar gəlinlə bütün xalq onu gürültü alqışlar qarşılar. Başına çəkli səpirlər. Eyni halda qatış səslər eşidilir. Özdəmir. Yaşasın Azərbaycan səhnəsinin sevinci anası və sevimli oğlu Oktay Eloğlu. Elxanlı. Yaşasın Azərbaycan sənətinin böyük mübarizi Oktay Eloğlu. Oktay. Əziz vətəndaşlarım, mən və mənə qarşı bu hissət heç fəqət məni sevindirən xalqımızın bir ideal kimi bəslədiyim bugünkü tərəqqisini. Mən ki sizi sevirdim. Ağlayıb sur eyni halda xalq gürültülü alqışlara. Elxanlı. Yaşasın səmimi sənətkarımız, ura. Xaspolad. Vətəndaşlar, xüsusilə tələbə qardaşlar, gənclərimizin bağrından qopan bu coşqun hissiyata hər kəs, xüsusilə səhnə hissləri sevinirlər. Fəqət Oktay hazırlanacağı üçün hissiyatınızı gizlədib, aktyor ancaq pərdələrin və oyunun sonunda təbriklə onun gedişinə mane olmayacağına ümid edirik. Əl çalınır, pərdə gəlir. Firəngiz, Nərgiz, dayana bilmirəm. Nərgiz, Firəngiz, dəli deyirsən ki, xalq baxar. Firəngiz, Nərgiz, xatırlat məni məhv edir. Həm də belə yüksəlməsinə sevinirəm. Bir uşaq Firəngizə bir məktub verib gedir. Firəngiz bir istirabla gəldiksə pozulur və oxuyur. Demək, bir uşaq məktubdan Firəngizə verib, Firəngiz oxumağa başlayır. O məktubu deyəndə görə kim göndərər? Nərgiz, qoy düşmənlər ağlasınlar. Firəngiz. Aman, nə dəhşətli xəbər. Artıq məktubu yazılandır. Səməd bəyə yalvarmışdım, yazır. Yəni, Səməd bəy uşaq vasitəsilə Firəngizə məktub göndərir və görək indi Səmədin göndərdiyi məktub nə yazılır? Səməd bəyə yalvarmışdım, yazır, kağızı verir. Bu qədər gürültüdən sonra onu üzü qoyulu çırpıb tapdalamaq, təhqir etmək. Nərgiz. Aktris oynamaq istəmir. Yəni, məktubda yazılır ki, Səməd bəy göndərib ki, aktris oynamaq istəmir. Nəhayət, bu canavarlıqdır. Belə iş olmaz. Firəngiz. Onu zəlil etmək istəyirlər. Elə edərlər də. Ürəklərimi yanacaqdır. Nərgiz. Allah göstərməsin eşiyi. Onda nə olar? Bu qədər gürültüdən sonra bilmirəm, bu qədər qızdan biri nə üçün səhnəyə getmir? Firəngiz. Nərgiz, mən sənin kimi olsaydım gedərdim. Fəqət mövqim elədir ki, Nərgiz, gedəcəyim ancaq Firəngiz, nədən bilmirəm, qorxursunuz. Sara deyir, Gülgəz deyir, sən deyirsən, səhnə gedəcəyim, heç biriniz tərpənmirsiniz. Nərgiz, yox da, heç kəs getmək, biz durub araya atılmayacaq ki, heç olmaz bir-iki nəfər geçsin. Firəngiz, axı bu birinci kim olsun, cəhənnəm olsun bir-iki nəfər, sanki sən onlardan biri olmazsın. Belə qəti bir gündə, mən gedərdim, fəqət bilirəm, o canavar yenə mənim adımı min cür söz çıxaracaq, yəni adımı ləkələyəcək də, məni ləkələməyə çalışacaqlar. Sənin kimi olsaydım, yəni subay olsaydım ən azından. Nərgiz, yox canım, oyunu saxlamaz da. Firəngiz, elə bir şey olarsa inan ki, ürəyim partlar, Xaspolad çıxır. Xaspolad, cənablar, nə qədər acı bir xəbər də olsa, bildirməliyəm ki, aktrisa Tamara Pavlova xəstə olduğundan bu güz oyunu olmayacaqdır. Yaxın günləri gözləmək istəməyənlər yerlikləri, yəni biletlərini qaytara bilərlər. Özdəmir, Tamara biraz bundan əvvəl sağ-salamat faytonla gəldi. Elxanla, Tamara Pavlovanı bu saat gözümlə burada gördüm. Xaspolad, burada da ancaq xəstədir. Başqa aktrisa üstünə göndərildi, o da xəstədir. Səməd bəy, xəstə deyildir. Nərgiz, cəmiyyət içində aktyor var, gəlsin xəstəliyi, doktor var, gəlsin xəstəliyi təsdiq etsin. Elxanla, xalqa ilə salmamısınız? 2 saat yerli üçün zəhmət çəkmiş ki, olmaz gərək oynansın.
Xasbolat, mən də istərdim oynansın, ancaq aktrisa yoxdur. Nə edə bilərik? Nərgiz, onu məhkəməyə cəlb edərik. Xəstə deyil, borcludur, oynasın, məcbur edin. Demək, Nərgiz deyir ki, onu məhkəməyə verərik, borcludur, oynasın. Xasbolat, hər halda oynama, inanmırsınız, özü gəlsin, söyləsin. Elxan da, gəlsin, öz gəlsin, xalqı oynadırsın, öz gəlsin. Xasbolat gedir Səməd bəy və Firəngizin lojasına gəlir. Firəngiz, onu öldürürlər. Belə bir gündə mən gedər, onu yalnız buraxmazdım. Fəqət onu böhtanlar yolumu kəsibdir. Kəş mən sənin kimi sərbəst olaydım. Səməd bəy gəlir. Bilirsinizmi, sizə yazmışdım. Bayaq getdim, öyrəndim. Rejissorun Oktayı gözü götürmür. Rejissor təbii Şəkinskidir. Onun gözü demək Oktayı götürmür. Səməd bəy deyir indi bunu Firəngizə. Gəlib ona rəqib olacağını qorxur. Aktrisa ilə sözləşmiş. Oktayın bir sözünü bəhanə edib oynamıram deyir. Oktayın nüfuzunu qırmaq, xalqın gözünə salmaq, ləkələmək istəyirlər. Ancaq mən xüsusi eşitdim ki, Daniel bəy də rejissor üçün çoxlu pul göndərmiş ki, Oktay çıxışına yol verməsin. Oktay təbii bunu bilmir, amma onsuz da çox tutqundur. Firəngiz, bilmirəm, nə üçün bu canavar o zavallının yolunu kəsər. Xasbolat da Tamara çıxır, Səməd bəy yerinə gedir. Xasbolat, bu da aktrisa, özündən soruşa bilərsən. Tamara, xəstə olduğumdan oynamadığım üçün üzr istəyirəm. Səməd bəy, xəstə deyilsiniz, Elxanlı. Söylə bilərsiniz, oynaya da bilərsiniz. Özdəmir, sizin borcunuzdur. Biz sizi məhkəməyə cəlb edərik. Tamara, deyirəm ki, xəstəyəm. Elxanlı, yalandır, oynaya bilərsin, artıq söz istəməz. Tamara, məni söyləmək istəmədiyim bir çox səbəbləri açıq söyləmə məcbur etmə, Elxanlı. Söylən səbəbini söylən. Tamara düşünür. Firəngiz, amma qorxuram ki, Elxanlı. Madam ki, söz tapmarsınız, başla. Tamara, bir səbəbi yox. Hər yetən səfil bir sərxoşla səhnəyə çıxmıram. Artıq etiraf edir ki, niyə görə çıxmıram. Firəngiz, yırtıcı qadın. Səməd bəy, halbuki sizə o aktyor etmişdi. Tamara, hər halda mən öz həyatımı yarımdəli bir adamın əlində tapşıra bilmərəm. Nəhayət mən öz həyatımı üçün qorxuram. Firəngiz, Nərgiz, o baxır, mən onun tapdalanmasına dözə bilmərəm. Məni buradan çıxar. Özdəmir, əvvəldən bildirəydim. Tamara çıxmaq istər. Tamara, mən səbəbini söylədim, artıq əfv edərsiniz. Elxanda, başqası oynasın. Xasbolat, göndərdim, başqası da yoxdur. Tapıb verin, sözüm yox, oynasın. Səslər, xalqı oynadırsınız, hamısı yalandır, məhkəmə cəlb etməliyik. Oktay, səfil xalq, nə bağırırsan? Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan, öl. Bayaqdan bəri bir istirab içərisində çırpınan Firəngiz coşqun bir hissin əzinin təsiri altında bağırır. Firəngiz, mən bu rolu oynayaram. Oktay, gedir. Hamısı susub oraya baxır, Nərgiz deyir, Firəngiz, burax, mən onu elə zəlil görmək istəmirəm. Xasbolat, dildə deyirsiniz, amma gəlməzsiniz. Həm də sözləri nə vaxt öyrənəcəksiniz. Belə hazırlıqsız bir halda bu gözü olmayacaq. Firəngiz, mən bu rol hazıram, bu saat oynaya bilərəm. Xasbolat düşünür, Elxanla, bacarar, xanım söylər ki, oynaya bilərəm. Xasbolat, mənim də düşündüyüm orasıdır, ancaq qorxuram bir gecədə sözlərini yanı bilməyəm. Firəngiz, oynaya bilərəm, deyirəm sizə, hərəkətlərini də, sözlərini də əzbər bilirəm, soruşa bilərsiniz. Elxanla, bacarar, biz yadımızda saxlarıq ki, hazırlıqsız çıxmışlar. Xasbolat, yaxşı, xanım, buyurun səhnəyə. Aslan gəlir. Nərgiz, Firəngiz, sən nə etdin? Firəngiz, burax, mən onu məhv etmişəm, indi diriltmək istəyirəm. Aslan, Firəngiz, sən hara gedirsən? Firəngiz, mən artıq cocuq deyiləm. Qardaşına deyir ki, mən artıq cocuq deyiləm. Artıq öz talim özüm idarə edə bilərəm. Gəldim, gedirkən xalq əl çalır, Firəngiz səhnəyə çıxır. Xasbolat, heç səhnədə olmusunuzmu, xanım əfəndi? Firəngiz, yox, studiyada getmişəm. Bu rolda orada keçmişəm, onsuz da bilirdim. Xasbolat, yaxşı, Şəkinski, mən xam bir aktrisanı səhnə buraxa bilmərəm. Firəngiz, mən bilirəm, sən nə istəyirsiniz? Soruşun. Xasbolat Flyordan kitabı alıb oxuyur. Xasbolat, deyən 3-cü pərdə Amaliyanın Fransanın ayrıldığı zaman dediyi sözlərə. Firəngiz, yaxşı, məni sevirsənsə rizamı qəbul edər misin? Yəni sözləri təkrar edir. Xasbolat, həyatımın artıq olmaq xahişimi qəbul edirəm. Firəngiz, qəbul edərsən deyilmi? Mənə nifrət et, məndən uzaqlaş. Gönlümdə karın eşqini bəslərkən sənin məhəbbətindən uğraşmaq mənə yaraşmaz. İndi get, məni tək burax. Xasbolat, gedin geyinim. Yəni hazırsınız da artıq. Deyir ki, hazırsınız, gedin geyinim. Şəkinski, Tamara geyilir. Firəngiz, gəldim, artıq arxam bir uçurumdur. Geri dönə bilmərəm. Çəkilin, zəhərli gülüşlü altına yüngül bir yaramaz kimi geri qayıtmaqdansa bu ananın doğma yolvurusunu mən oynayacağım. Xasbolat, gedin geyilir. Səhnə qarşısına çıxarır. Cənablar, bugün Azərbaycanın bütün gün doğuşun xoşbəxt görmədiyi xoşbəxt bir günü görür. Bugün hər kəsə bəlli olan səhnəmizin böyük dahisi Oktay oğlu ilə yan-yanaşı tarixində ilk dəfə olaraq səhnəmizə Azərbaycan qızı çıxır. Bugün bizim üçün böyük bir tarixi gün, bir bayram olmalıdır. Yaşasın ilk əvvəl
öz sonsuz anasına qoyunu atılan doğma yavru. Yəni artıq ilk dəfə olaraq Azərbaycan xanımı səhnəyə çıxır. Özdəmir yaşasın ilk qaranquş, yəni ilk qaranquş idi artıq. Firəngiz Elxanı yaşasın azad Azərbaycan sənəti, ura. Özdəmir yaşasın azad Azərbaycan qızı, ura. Gəldik 6-cı pərdəyə. Qasaqların demək 8-ci pərdəsində demək oynayırlar, Şillərə Qaçalı əsərini oynayırlar. Baxın. Girim. Sən öz sadiq qullarının üzünə baxmaq istəmirsən, Oqtay, bu dəfə də mənə sadiq olmuşsunuzsa, vay sizin halınıza. Vay sizin halınıza. Girim. Sənin sadiq qulun Şvesterlə son vidan. O bir daha gəlməyəcək. Oqtay, necə? Onu tapın, indi rolları deyir də burada. Necə? Onu tapmadınız mı? Şvart ölsün tapdıq. Oqtay, şükürsən ilahi. Bir bəladan qurtardımsa işimi düzəl. Qaçaqlar Firəngizi Amaliyaya gətir, yəni Amaliya rolunda çıxış edir. Firəngiz Amaliya rolunda çıxış edirdi. Amaliya Firəngizi gətirirlər. Ataman, sizə çox gözəl bir töhfə. Firəngiz dayısının qucağına atdılar. Ah dayı, mor, Amaliya, mənim qızım. Firəngiz qalxıb Oqtay tərəf gedir. Firəngiz Karıl, Oqtay. Onu göründə diqqətlə baxır. Böyük bir həyəcan içində dili dolaşıb özünü itirir. Yəni artıq öz həyatını oynayır burada. O Firəngiz Firəngiz, sən yuxumu görürəm. Of ilan əqrəb, of fəqət bunu mənim yanıma kim gətirdi? Firəngiz şaşırır, özünü toplaraq. Əziz Karlım, sevgili Karlım, yer mənimlədir. Oqtay, of, uzaq, aman, ayırın onu məndən. Qoy bütün dünya məhv olsun. Kim, hansı canavar məni bu hallara saldı? Kim məni yerdən bura gətirdi? Yaşamalı deyil bu türkün həşərat yurdu. Həlak ol, Firəngizə deyir. Həlak ol, sıfır yol. Oğlun qaçaqların başçısıdır, təkrar edir. Oqtay, təkrar edir. Dedə, mor, yavaşdım. Sözünü dedə, öləcəyəm axı. Oqtay inləri ağır bir böhran keçirmiş kimi çırpınarkən. Mor, sözünü dedə, məyus olunca yıxılır və mən daha öldüm, ölür. Firəngi Oqtay quzaraq. Sən qatilsən, şeytansan, mələksən, hər nəsən, mən özümün ağuşuna atıram. Oqtay, yalan deyirsən, o da yalandır. Sabah mənim bu sözlərimi bir başqasının ağuşuna atılacaqsan. Firəngi yavaşdan. Oqtay, niçin belə deyirsən? Sözlərini söylə də. Oqtay üzlərək acı bir demək, acı yürüşlərlə. Ha, nə söyləyim, nə? Şaqqula, canım, bu belə niçin oynayır? Özündən danışır. Yəni artıq öz həyatını oynayır da. Mazandaranski, bilmirəm, gündüzdən deyək ki, kitabın tərcüməsi yaxşı deyildir. Bəlkə özü bildiyi kim oynar? Sıfırlıyor. Karl, sözlərini söylə də. Oqtay, bilirmisən mən kiməm? Firəngiz, mənim əziz sevgili Karlım. Oqtay, yalan deyirsən, bırak bu boş komediyanı. Mən Karl deyiləm, mən 10 il sənin eşqinlə bütün dünya gəzmiş sürgünləri, dustaqlara Sibir dolaşmış, bir səfilə paşa kişi, bir zamanlı onlar Oqtay oğlu deyərdilər. Firəngiz, Oqtay əzizim, biz səhnədəyik. Oqtay, yox, mən artıq bu suyun həyatının içində dura bilmirəm. Məni həqiqət gərəkdir, mən gedirəm. Qaçaqlar, dayan xain, Bohemiya meşələrini unutma. Verdiyi söz əsasında sona qədər bizimlə getməlisən. Yüzlərlə qurban verilmiş, Amaliya da onlardan biri. Oqtay, bəli Amaliya, Firəngiz, neçin gəldin, neçin daim həyatımın keçidlərində görünüb məni məhv edirsən? Mən istəyirdim ki, axı mən bir səfər həyatı buraxıb dönmək istəyirdim. Neçin yenidən mənim yolum üzərinə çıxıb onu kəsdim. Çəkil, Allah eşqinə çəkil. Bir daha mənim gözlərimə görünmə. Mən artıq gedir. Həm də əbədi olaraq gedirəm. Mən səfirlə padişah idim, yenə o olacaq. Firəngiz, dayan, əvvəlcə məni öldür, sonra get. Oqtay, çəkil. Mən öz arzularını idarə etmək bacarmayam. Arzularını idarə etmək bacarmayam. Üzr istəyirəm. Özünü dolandırmaq üçün özündə qüvvət tapmayın zavallı, gülüz bir məxluqa əl açmaq istəmirəm. Aldanırsan, mən bu kiçik intiqamlardan çox yüksəkdəyəm. Getmək istəyərkən Firəngiz qaçaqlara. Ey şeytan şagirdləri, siz mənə yardım edin. Başçınız qorxaq və yalancıdır. Oqtay, qaçaqların tüfəngi itləri. Yox, mən yalancı deyiləm. Mən səni sevirdim. Fəqət sən yenidən nə istəyirsən? Yox, burax bu suyun həyatı. Mən böyük bir idealı, kiçik bir oyuncaq görmək istəmirəm. Bu suyun dünyadan uzaq, parlaq bir həqiqət. Firəngiz, Oqtay, nə danışırsan? Sən məni öldürməlisən. Mənim artıq sözüm qalmamış. Oqtay, bəli, səni öldürməliyəm. Çünki mən öz idealımdan, öz eşqimdən, öz taliyimdən, öz tanrımdan intiqam alası idim. Fəqət, Firəngiz, kimsən sən, kim? Firəngiz, Oqtay, mən səni sevirəm. Çıxıb hamısını danışaram. Oqtay, yalan deyirsən, yalan. Artıq məni alda bilməzsən. Başqa bir rəngə boyanım tarixi təkcə edə bilməzsən. Yenə yalan, yenə bir şey sür, hər şey suyunu. Mən artıq həqiqəti anlamaq istəyirəm. Tökül gözlərim, tökül yerə. Madam ki, həqiqəti görə bilmirsən, tökül. Sən osan, fəqət səni qucmaq, susmaq, durmaq, əbədilik, məhv olmaq yox.
Artıq sən o deyilsən, sən artıq o da ola bilməzsən. Sən bir daha bu məsum qızartıları, pak bu həyatı, bu sevimli görkəmi qaytara bilməyəcək, yarada bilməyəcəksən, göstərə bilməyəcəksən. Oyunda tapılmaz. Aç mənim könlümə. Tam mənasıyla Firəngiz ancaq orada tapıla, yəni Firəngiz ancaq mənim qəlbimdədir. Sən artıq yoxsan. Mənim sərt çöhrəmə başqa üfüqlər gülümsər. Firəngiz, Oqtay, indi mən nə etməliyəm? Oqtay, sən ölməlisən. Mən mənəviyyatımda bir ideal olaraq yaradıb, dizlətdiyim mini bir məxluqu qara torpaqlara sürünəcək qədər rəzil olan bu həcr içərisində görmək istəmirəm. Bax, əsərin ideyası da bax buradan belə deyək də, əsərin bu sonunda çıxan bir ideya, fikir də bax burada öz əksini tapır ki, deyir ki, artıq mən o ideal olaraq qəlbimi bəslədiyim insanı bu qara torpaqda, yəni bu pis cəmiyyətdə belə deyək, görmək istəmirəm. Xatırlayıramsa, bir zaman süni həyatda nə olduğunu həmin karlı bıçağı ilə sənə öyrədirdim. Belə, fəqət indi doğru bir həyatı öyrətməliyəm. Uzaq bu sünüşdən, uzaq, bir həqiqət ol. Mənə də bu həqiqət anılır. Mən onu axtarıram, onu bilməliyəm, öyrənməliyəm. Bax belə, bıçağı doğrudan da Firəngizin köksünə sancır. Firəngiz, aman, ne etsin? Ox, qorxma, mən onsuz da, ox, səni bağışlayıram. Oqtay, yox, sən həqiqəti mənə anlat. Mən onu görmək istəyirəm. Hanı, görünürmü? Qaçaqla, ataman, sən nə etdin? Oqtay, tam ürəyindən vurdum. Bir dəqiqə tamam oldum. Şahqulu, canım, bu doğrudan da vurdu. Deyirəm, qaçaqlarda belə sözlər yoxdur. Xaspolat, pərdəni salın, Zanaves. Mazandaranski, pərdəni verin, suflyor, senarius bağırır. Oqtay, bəli doğrudan, yetər süynük, yetər yalan. Siz həqiqəti məni göstərin, mən onu görmək istəyirəm. Yox, onu körlər görməzlər. Gəlin, məni siz göstərin. Budur həqiqət, toxunmayın. Pərdələri səhnələr ortasına atır. Ox, yavrum, nə qədər gözəlsən. Yalan deyirlər, mən səni öldürmədim. Sən yaşayırsan, sən buradasan, köksünü vurub göstər. Mənim bağrımdasan, ölən bu səfirin quraşdırdığı bir yığın ət, bir yığın sümükdür. Ox, aparın məni buradan. Mən buraya gəlirkən bir balıqçı gördüm, o da yalandır. Yalan deyir, şillir. Aslan, tutun bu sərsəmi deyirkən, yəni qardaş deyir. Oqtay, bir insan idealı barmağında altın üzü gəzdirməz. Bu altını ona gərəkdir, onlara. Üzükləri çıxarıb Aslan bəyin başına çırpır. Xas bulan, sərə atılır, aman bir doktor zavallını doğrudan öldürmüş. Oqtay, bəli doğrudan, bütün həyatını süni görüşlərlə keçirəm, varlığını məhsul zavallı bəşəriyə. Nə istəyərsən bu sünlükdən, həm də nə qədər gözəl, qaldırın bu divarları belə. Gələni qurub çıxır. Elə bir həyat qurulmalıdır ki, orada hər şey, söz bir qanun, hər şey bir həqiqət olsun. Hər şey göründüyü kimi deyil, olduğu kimi görünsün. Belə divarları yıxır. Sən də ey böyük şair, söndür bu günəşləri, ay ulduzlara. Süni işıqlar lüzum yoxdur bu dünyada, qaranlıqdır. Qoy qaranlıq görünsün. Qaldır bu cüzgülərə. Qoy bu şaşqın bəşərə bir də belə olsa, həqiqəti görsün ki, o bir heçdir. Sən özün də bir heçsin yaratdıqların da. Bacarmırsan yaratma, yaradırsansa yaşat. Sən yaratdığın Firəngiz indi yoxdur. Fəqət mən yaratdığım Firəngiz əbəddir. Onu kimsə öldürməz, o solmaz, qocalmaz, usandırmaz, etdikcə gözəlləşər. Özün söylə, kimdir böyük sənətkar? Sən, ya mən. Nərgizdir, Firəngiz, ölmüş, Oqtay. Yalan deyirsiniz, o ölməmiş, o mənim bağrımdadır. Aslan, tutun onu. Şahqulu, canım, əlində bıçaq var. Oqtay, bıçaq al, fəqət istəməz. Mən özüm gedib özümü ədalət divanına təslim edəcəyəm. Ədalət divanına təslim edəcəyəm. Yox, onu şilləri ideallı edə biləm. Səfirlə padşah Oqtay elə oğlu onu etməz. Mən dünyada ədalət divanı adında bir şey tanımıram. Hamısı yalandır, yalan bir şillər. Mən yenə ancaq bu zavallı xalqı tanıyır, ona murad edirəm, ona təslim oluram. Son söz onundur. Qoy o söyləsin, kimdir müqəddis? Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayaq sevən əliqan səfirlər padşah Oqtay oğlu mu? Bu zavallı, bu günahsız yavru mu? Əski mühütün bu günün heykəli mi? Yox, Alman daxil böyük şillər özü mü? Pərdə salınır. Burada əsərlə bağlı vacib qeydlər bunlara baxa yoldaşlar. Təhlilində baxaq, təhlil hissəsindən. Deyir, əsər dramatik növdə və faciə yanrında nəsrlə yazılıb. Oqtay 1922-ci il əsərində bir sıra ciddi problemlərin bədii həlli ilə yanaşı, müəllifin mədəni inkişafla bağlı arzusu da qabarıq əks olmuş. Mədəni inkişafla bağlı arzusu da qabarıq əks olmuşdur. Faciədə diqqəti daha çox cəlb edən, oxucunun tamaşaçısını dərinini düşündürən Oqtay, onun fəaliyyəti və uğursuz sonluqla bitən taleyidir. Milli teatr yaratmaq qarşısına məqsəd Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, çətinlik biri budur. Maddi imkansızlıq, həmkarların çoxunun həqiqi sənətinə uzaq olması, köhnə fikirli adamların töhməti, təhqiri, dost tanışın, qohum əqrabanın
Ondan üz çevrilməsi bu irada istedadlı aktyoru ruhdan salmır. Şəxsi həyatını, rahatlığını büsbütün unudan Oktay xalqın mənafi uğrunda hər kəsin bazarlıq etməsini vacib sayır. Gələcəyin tələb etdiyi inkişafın qarşısında bu yazıq xalqı tək buraxıb qaçmaq özünə layiq bilmir. Firəngizlə tanışlığı, o səmimi qızın sevməsi Oktaya güc verir, yaradıcılıq həvəsi verir, onu daha da qətiyyətli edir. Yeniliyi sözdə qəbul edən, Oktay kimi namuslu sənət adamlarına, teatra alçaq nəzərlə baxan, sərvət şöhrət qulu olan Aslan bəy Firəngizi Oktaydan ayırır, özünü mənsub məqsədlərinə qurban verir. Oktay sarsılır, lakin bunun səbəbi Firəngizin xəyanəti zehni doğru olmaz. Bunun da ictimai səbəbi var. Pul, altın dünyasındakı yalan və süynülük, həqiqət axtarışı, həqiqətsizlə nifrət, yatmış xalqına bahar nəğməsi oxuyan Oktayın düşüncəsində, bax diqqətli olur, yatmış xalqına bahar nəğməsi oxuyan Oktayın düşüncəsində şuurunda ikiliyin, ziddiliyin yaranmasına, nəticədə mühafizənin itirməsinə səbəb olur. Oktay mövcud cəmiyyətdən mənəvi cəhətdən qat yüksək durduğu üçün tək qalır. Oktayın ifadəsi onun şəxsi ifadəsi deyil, ictimai məzmun daşıyır. Oktayın Firəngizi qəti itirməsi əsər yarananda bu günə kimi mübahisəli obyekti olmuşdur. Oktay Firəngizi öldürməklə özündə belə haqq qazandırır ki, sevdiyi Firəngizi qara torpaqlara sürünəcək qədər rəzil olan bu həşərin içində görmək istəmir. Onu öldürməklə yaramaz mühitdən uzaqlaşdırır, əbədiyyətə qovuşdurur. Əsərin bu hissəsində romantik məntiqlə yazılı nəzərə alsa Oktaya bəlad vermək olar. Yaşadığı mühitin qurbanı olan Firəngizin taliyi oxucunu dərindən mütəəssir edir. Firəngizin yeniliyi, teatr yaranması, inkişafında ürəkdən arzulayır. O, milli təşvibçisi ilə diqqəti cəlb edən romantik obrazı. Firəngiz Oktayın fəaliyyətini yüksək dəyərləndirir, onu dərin məhəbbətlə sevir. Səhnə can atsa da qanatsız quş timsalında olan Firəngiz yalnız sonda qətiyyətli addım atır. Aslan bəylərə, Qaraçxanovlara qarşı çıxaraq zavallı ananın səhnənin doğma yavrusu, aktrisi olmağa razılıq verir. Aslan bəy Daniyar bəyin oxşar cəhətləri çoxdur. Pul, vəzifə, şöhrət olunur həyat idealıdır. Bu bəylər nə mədəni tərəqqi, nə də milli teatr inkişafını maraqlandırır. Teatra getmələri, onunla bağlı üzdə xoş söz demələri, yuxarıların yanında mədəni inkişaf etmiş adam təzini bağışlamaq niyyətində irəli gəlir. Yəni özünü elə göstərir əslində Aslan. Əslində onlar üçün teatr alçaq yer, aktyor bədbəxt, yazıq, layiqətsiz adamdır. Oktay əhatə edən sənət yoldaşlarının, demək olar ki, hamısı Oktayın səyi, təkil sayəsində teatrda qalır. Aktyorun sənətin sirlərini məhz ondan öyrənir. Səməd bəy Oktay bir-birinə zidd obrazlardır. Onunla Oktay dialoqunda Oktayın mənəviyyatının daxili aləmi qayəsində daha da aydınlaşır. Oktay xarakterinin, həyata baxışının açıqlanmasını Səməd bəylə söhbətləri əhəmiyyətli rol oynayır. Rüşdəni bitirən Oktay rüşvəti olan vəzifə sahibi kimi görmək istəyən, yəni Oktayı rüşvətli olan vəzifə sahibi görmək istəyən, yaxud onun Rus teatrına çoxlu qazan arxasına getməsini təklif edən Səməd bəy bu sənət fədaisi idealların başa düşməkdən çox uzaqdır. Səməd Oktay arvad tuman giyərək aktyor etdiyinə görə əmisinin nişanını qaytardığını deyir. Səməd Oktayın anasının, bacısının vəziyyətində pis olduğunu, neft alma belə pullar olmadığını deyir. Oktay cavabında bir xalqın səadətini 2 nəfər qadına görə fəda etməyəcəyini deyir. Nadia dostunu utancaqlı qınayır. Nadia o demək Firəngizin birinci dostuydu. Nərgiz isə ikinci dostu. Oktayın kralı ruslardan yaxşı oynadığını dilə gətirir. Oktayın kralı ruslardan da yaxşı oynadığını dilə gətirir. Əsərdə Xaspolot rolunu oynamayacağını bildirir. Orucun aktyorçunun səhnə gedişdiyini söyləyir. Mazandaranski onu savadsız adlandırır. Tamaşan rejissoru Tabasaranskidir. Tamaşan başlaması onu narahat etmir. Tamar Azərbaycan dilində danışmağı yaxşı bacarmayan obrazdır. Əsərin əvvəlində Oktay ona bəzi sözlərin anlamağı, başa salmağa çalışır. Faciənin maraqlı oxunmasının, dəfələrlə tamaşa qoyulmasının, mühitin səbəbindən biri də onun yüksək bədii keyfiyyəti malik olmasıdır. Əsərin diqqəti cəlb edən isə qəhrəmanların fərqli nitqi danışıq tərzidir. Oktay danışdıqda səmimi, xeyirxahlıqda hisslərdən uzaq, böyük ürək sahibi olan bir insan göz önündə canlanır. Aslan bəyin nitqi lovğa, şöhrətpərəst, mənəm yoxsul olduğunu dərhal büruzə verir. Yad Hacı Zamanın elə ilk sözlərindən dini fanatizmin, xirafatın əsri olduğu anlaşılır. Konfliktin təbiiliyi əsərin bədii vəziyyətinin artmasına əhəmiyyət dərəcədə təsir edir. Onun əsasında burjua cəmiyyəti ilə milli mənəfi uğrunda çarpışan həqiqi ziyalıların mübarizə dayanır. Bədii təsvir ifadə vasitələrinin bənzətmə, epitet, təkrir və s. özəlliyi, dialoq monoloqların yığcam,
təsir olması, xüsusilə kompozisiya mükəmməlliyi əsərin bədiliyini artıran mühüm vasitələrdəndir. Mədəni gerilik, inkişafı qədim kəsilənlərin güclü olması, xalq mənafeyini uzaq tutanların, yenilik hüququnu mübarizə aparanların böyük mənfəətlər üzə gəlməsi, qadın hüququ və s. əsər ideyasının əsasına dayanır. Faciənin bütövlükdə ideya, məzmunu, xeyirxahlıq, dostluq, ailə münasibəti ilə bağlı mənəvi dəyərlər barədə geniş danışmağa imkan verir. Pyesdə mühitə, zamana etiraz motivi aparıcıdır. Xalq və xalqın münasibət mövzunun pyesin əsas Xalq və xalqın münasibət mövzusu pyesin əsas leytmotivini təşkil edir. Əsərdə burjuwa cəmiyyəti ilə milli mənafə uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi var. Demək, burjuwa cəmiyyəti ilə milli mənafə uğrunda çarpışan həqiqi ziyalıların mübarizəsi var. Belə dəyərli yoldaşlar, uzun da olsa əsərin sonuna gəldik, çıxdıq. İnşallah növbəti bir video izahda sizlərlə görüşəcək. Diqqətinizə görə təşəkkür edirəm.